Bakıda keçiriləcək ilk Avropa oyunları yeni idman növləri və istedadlarını üzə çıxardacaqdır. Bunu hovuzdan başqa harda daha yaxşı sübut etmək və göstərmək olar ki? Üzgüçülük yarışları kişilər arasında 18, qadınlar arasında isə 16 yaşa qədər olan yeniyetmələrin iştirakı ilə baş tutacaq. Gəlin onlara təcrübə qazandıraq, yarış təqdim edək. Onları xaricə göndərək ki, yeni idmançılarla tanış olsunlar, müxtəlif hovuzlar görsünlər, yeni təcrübələr öyrənsinlər və beləliklə zirvəyə çata bilsinlər. Olimpiya oyunları bütün üzgüçülərin uzun müddət gözünü dikdiyi yarışdır. Rio 2016 növbəti böyük sınaq olsa da, Adlington Avropa oyunlarının vacibliyini vaxt keçdikcə diqqətə alınacağını hiss edir. Mənə elə gəlir ki, birinci oyun daha heyecanlı olur, amma bu olimpiyada ikinci və ya üçüncü oyunlara necə təsir edəcək, stimul verə biləcəkmi, 4 illik hazırlıqlar cədvəlimizə yerləşə biləcəkmi, uğurlu olacaqmı və ya çox məşhur idmançılar da bu yarışmaya qatılacaqmı? Bəlkə də bu biraz zaman alacaq, amma uğur qazanacağına ümid edirəm. Rioya bir o qədər də uzun zaman qalmasa da, Bakı üzgüçünün taleyini adi bir idmançıdan olimpiyadanın qızıl medalçısına da çevirə bilər.